Buraxılışımız davam edir. Vətən sərhəddən başlanır. Torpağı qorumaq və onun bir qarışını belə düşmənə verməmək hər bir vətəndaşın ən ümdə vəzifəsi olmalıdır. Vətənimiz Azərbaycanın ərazi bütövlüyünü təmin etmək və onu layiqincə müdafiə etməyin məsuliyyəti məhz gənclərin üzərinə düşür. Elə buna görə də hər kəs hərbi xidmət yolunu keçməli və vətənə sədaqət nümayiş etdirməlidir. Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi Yevlaxda da gənclərin həqiqi hərbi xidmətə çağırılmasına başlanılıb. Vətənə xidmət etmək vaxtı yetişən bir qrup gənc həqiqi hərbi xidmətə yola salınıb. Dövlət başçısının müvafiq fərmanına uyğun olaraq yanvarın 1-dən 30-na kimi ölkə ərazisində gənclərin həqiqi hərbi xidmətə çağırılması prosesi həyata keçirilir. Bu iş Respublikanın hər bir rayonunda olduğu kimi Yevlaxda da uğurla icra olunur. Artıq yanvarın ilk günündən etibarən prosesin icrasına başlanılıb. Yanvarın 4-ü, 6-sı, 9-u və 11-də çağırışçılar xidmət edəcəkləri hərbi hissələrə yola salınıb. Növbəti mərhələdə də həqiqi hərbi xidmətə yollanacaq çağırışçı gənclər Yevlax şəhər hərbi komissarlığına gəliblər. Artıq çağırışçılar həkim komissiyasından keçiblər. Həkim komissiyasının üzvü Çingiz Baxşəliyevin sözlərinə görə bu ilki çağırışçılar arasında elə də ciddi xəstəliklərə rast gəlinmir. Belə ki, əvvəlki illərdə çağırışçılar arasında zəif qidalanma ilə əlaqədar fiziki qüsurlu, mədə-bağırsaq xəstəlikləri, ruhi pozğunluğu olan xəstələrə daha çox rast gəlinirdisə, indi bu say azalıb. O ki, qaldı hərbi xidmətə yararsız gənclərin həqiqi hərbi xidmətdən azad olunmasına, komissiya üzvü deyir ki, burada müayinədən keçən qüsurlu gənclər bir daha müayinədən keçmək üçün müvafiq qaydada paytaxtdakı tibb ocaqlarına göndərilir. Ən fərəhləndirici, sevindirici haldır ki, bu çağırışlarda çox yüksək ruh var. Yəni, əvvəlki illərdən nisbətən hiss edirsən ki, indiki çağırışçılar daha mənəviyyatca, daha zəngin, daha yetkinləşmişlər və ruh yüksəkliyi çox yüksəkdir indiki çağırışçılarda. Fiziki durumda mən demək istəyirəm ki, son illərə nisbətən hal-hazırda yaxşıdır, get-gedə yaxşılaşır. Məsələn, zəif qidalanma indi demək olar ki, az rast gəlinir. Bu da çox fərəhləndirici haldır. Ürək qüsurları azalıbdır, indi demək olar ki, az olur, çox az rast gəlinir. Komissarlığın həyətində toplaşan və həqiqi hərbi xidmətə yola düşməyə hazırlaşan gənclərin üzündəki təbəssüm diqqət çəkir. Əslində 4 il qabaq getməliydim. Universitet tələbəsi olduğu üçün mənə bu şərəfli yol bu il qismət olub. İnşallah bütün Azərbaycan oğulları kimi mən də bu şərəfli yola ayaq basıram. Allah bütün valideynlərə bu gözəl hissi qismət eləsin. Bütün valideynləri öz atamla başda olmaq şərti ilə hamısını təbrik edirəm ki, boya-başa çatdırdıqları övladları bu gün hərbi xidmətə yola düşürlər. Allah bütün əsgər qardaşlarımın canını sağ eləsin. İnşallah gələn bu vaxt bizi qismət olar, Qarabağımızı alarıq, orada çəkiliş apararsınız. Arzu edirəm ki, onları geçsinlər, hərbi xidmətə başa vuruş gəlsinlər. Ataların yanında sağ-salamat qaçsınlar da. Amma ağıllar olsun ki, geçsinlər, hərbi xidmət bir baş eləsinlər. Bizim borcumuzdur gedib gəlmək. Valideynlər də öz övladlarını hərbi xidmətə yola salmaq üçün komissarlığa gəliblər. Onlar nə qədər həyəcanlı olsalar da öz fərəh hisslərini gizlətməyiblər. Övladlarımıza uğurlu yol arzulayırıq. Sağ-salamat keçsinlər, vətənimizin, ölkəmizin keşiyində ləyaqətlə dursunlar. Biz də fəxr edirik ki, bu gün övladlarımız vətən yolunda hərbi xidmətə gedirlər. Biz onları şərəflə, qürur hissi ilə yola sallıq. Sağ geçsinlər, salamat gəlsinlər. Gün o gün olsun, torpaqlarımız işğaldan azad olunsun. Bu övladlarımız da sağ-salamat öz valideynlərinin yanına qayıtsın. Uğurlu yollar arzulayırıq. Hamısını Allah pənahında saxlasın. Bugün gözəl bir gündür. Hamı fəxrlə öz övladını yola salır. Biz də bütün cəmi əskər gedənlərin hamısına uğurlu yollar arzu edirik. Arzu edirik ki, kişi kimi getsinlər, kişi kimi gəlsinlər. Vətəni keşiyində Qarabağ müharibəsi Allah bu qara buludu bizim başımızın üstündən azalsın. Belə gedən soldatlarımızı Kəlbəcərə, Ağdama, Qarabağa yola salaq. Bax, bu arzu ilə bu uşaqları yola salıq. Gələn atpravkanı Kəlbəcərə yola salaq. Bugün vətənə oğul lazımdır. Hər bir Azərbaycanlı gəncinin borcudur ki, bu günləri getsin, şərəflə Azərbaycan torpaqları uğrunda lazım gəlirsə canlarını belə qurban versinlər. Hamısına yaxşı yol, sağ gedib salamat qayıtsınlar. Yevlax şəhər hərbi komissarlığının 2-ci şöbənin rəisi Sulidin Əhmədov da bu ilki çağırışın durumundan razı olduqlarını bildirir. Cənab Prezidentimizin 12 dekabr 2011-ci il tarixli fərmanına əsasən Yevlax rayon hərbi komissarlığında çağırış kampaniyası başlamışdır. 1977-1993-cü il, aprel 94 yanvar ayının 30-na dək
anadan olmuş sarıslar hərbi xidmətə göndərilirlər. Sarıslar ruh yüksəkliyi çox yaxşıdır. Vaxtında hərbi komissarlar gəlirlər və hərbi xidmətə yola düşürlər. Birbaşa hərbi hissələrə. Qeyd edək ki, Şəmkir, Beyləqan və Bakıya yola salınacaq çağırışçılar yanvarın 17-si xidmət keçəcəkləri hərbi hissələrdə olacaqlar. Rəhman Əsədov, Xəyyam Rəsulov, Şahin Qurbanzadə, LTV Yevlax.